Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri baş tutub və şirkətlər arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri baş tutub. Bu səfərin əsas məqsədi yerli şirkətlərin istehsal etdiyi məhsulların xarici bazarlara ixrac edilməsidir. Özbəkistanda iş adamları ilə müxtəlif görüşlər və forumlar təşkil edilib. Hər iki ölkənin şirkətlər arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat əlaqələri Azərbaycan müxtəlif ölkələr arasında iki tərəfli münasibətlərin sürətli inkişafına təkan verir. Azərbaycan xarici siyasətində Mərkəzi Asiya ölkələrinin, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Bu məqsədlə Cənab Prezidentin sahibkarlara müraciət edərək Azərbaycan və Özbəkistan arasındakı ticari əlaqələrin inkişafı üçün tapşırıq vermişdir. Bu tapşırığa əsaslanaraq tərəfimizdən Azərbaycan-Özbəkistan ticarət evi açılması istiqamətində işlər aparılır. Qeyd edək ki, noyabr ayında Özbəkistanlı iş adamlarının Azərbaycana səfəri planlaşdırılır.